Aleykümselam və rahmetullahi və barakatuhu. Əhl-i sünnə vəl cəmaə etiqadına görə iman artır və azalır. Deyir ki, Şeyx İslam İbn Teymiyyə Rahiməhullahdan gəlir ki, iman itaətlə artır və asiliklə azalır. Və iman azaldığı zaman insan daha öncə həzz aldığı ibadətlərdən həzz ala bacarmır. Əvvəl etdiyi ibadətləri edə bacarmır. Məsələn, əvvəl zöhr namazının sünnələrinə diqqət edirdisə və iman azaldıqdan sonra baxırsınız ki, elə zöhr namazına belə səhlənkar olaraq yanaşır. Nəinki sünnələri qılmaq, elə zöhr namazına belə çətinliklə qalxır. İnsanoğlunun halı belədir. İman artır və azalır. Və imanın azalmasına və ibadətlərin əldən getməsinə və ibadətdə olan həzzin, ləzzətin aradan çıxmasına səbəb də insanın əlləri və gözləri, dilləri və həmçinin qəlbidir. Yəni bunlarla qazandığı günahlardır ki, insanı Allah qorusun bu ibadətlərdən uzaqlaşdırır. Ona görə ən gözəl yolu odur ki, insanın bunu başa düşməsi. Və bəzi insanlar bunu başa düşmür, bunu dərk eləmirlər və bu şəkildə də gedirlər və Allah qorusun ta hidayətləri əldən çıxır. Ona görə gəlir ki, sələfdəndir ki, hidayətə gələn üçün təəccüblənmə, hidayətdə qalan üçün təəccüblən. Və baxırsınız ki, çox insanlar bizimlə birlikdə safa durdular və bizimlə birlikdə xeyir məclislərində iştirak etdilər. Ancaq müəyyən vaxt keçdikdən sonra biz onları səhvlərimizdə tapmadıq, öz məclislərimizdə tapmadıq və onların dostları, başqaları olduğunu gördük. Allah qorusun, belə bir şeydən Allaha sığınırıq. Ona görə müalicələrin ən birincisi odur ki, insanın öz xətasını, öz səhvini başa düşməsidir. Və xətalardan ən birincisi, ən mühümlərindən də biri də odur ki, insanın günahı özündə axtarmasıdır. Bu, əlhəmdülillah, insanın geri dönməsi üçün, hidayətdə qalması üçün olan səbəblərdən biridir. Çünki bəzi insanlar, baxırsınız ki, özündə xəta var, ancaq xətanı özündə görmür. Deyir ki, zaman belədir, insanlar belədir, mühit belədir. Yəni, mümkün deyil ki, insan salamat qalsın. Amma baxırsınız ki, dərinə geçsək, xəta elə özündədir. Mühit sadəcə o insan üçün bir bahanədir. Ona görə götürmək olar ki, demək olar ki, yəni qayıtmaq üçün, geri dönmək üçün, hidayətdə sabit qalmaq üçün səbəblərdən biri insanın xətanı özündə görməsidir. Sələflərdən birini yolda saxlayıb, biri özünə pis-pis sözlər deyir, onu danlayır və söyür və deyir ki, gözlə bir dəqiqə gəlirəm və gedir, bir müddətdən sonra gəlir və deyir ki, hara getdin də? Deyir ki, mən bildim ki, səni mənə qarşı cürətləndirən hansı əməl olduğunu, sən hansı günaha görə mənə qarşı belə cürətləndiyini bildim və getdim, həmənki günahımdan tövbə etdim, gəldim. Fikir verin, xətanı, səhvi onlar özlərində axtarırlar. İnsan xətanı, səhvi özündə görərsə və bu xətanı, səhvi düzəltmək istəyərsə, çalışarsa, həmənki insan Allahın izni ilə xeyr içərisindədir. Və bunun da müalicəsi var. Müalicələrindən birincisi insanın etdiyi günaha tövbə etməsidir. Tövbənin də qəbul olması üçün əsas 3 şərt var. Bunlardan biri odur ki, insanın etdiyi əməli tərk etməsi və bu əmələ görə peşmançılıq hissi keçirməsi və bir daha bu əmələ qayıtmaması üçün əzm göstərməsidir. Və səbəblərdən götürmək olar ki, insan günaha nə zaman düşür? İnsan günaha imanı zəiflədiyi zaman düşür. Bu barədə də Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi var ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizin boşluğunuzda olan iman, yəni qəlbdə olan iman, köynəyin, paltarın köhnəldiyi kimi köhnəlir, Allahdan dua edərək imanınızın təzələnməsini istəyin. Deməli, bunu səbəblərdən ikincisi kimi götürək, yəni insanın din üzərində sabit qalması üçün duaya ehtiyacı var. Xüsusən də imanının təzələnməsi üçün dua etməsidir. Allahım, qəlbimdəki imanı təzələ deyə dua etməsidir. Səcdə halında, rükû halında,
təşəhhüddən sonra salamdan öncə və digər duanın qəbul olma vaxtlarında hər zaman dua etdiyi zaman insan bu duanı etməlidir. Şeyx Abdurrazaq, Allah onu qorusun, deyir ki, bu dua elə bir duadır ki, nəinki hər gün, hər saat insanın bu duanı etməyə ehtiyacı var. Allahım, sən qəlbimdəki imanı təzələ. Bu duanı etmək. Çünki bugünkü gün elə fitnələrlə qarşı-qarşıyıq ki, şeyx gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtındakı cavanlar, insanlar bu fitnələrlə qarşılaşmamışdılar. Bugünkü gün bu ümmətin cavanlarının, ümumi olaraq bu ümmətin qarşılaşdığı fitnələrlə Peyğəmbər s.ə.v vaxtındakı insanlar, Peyğəmbər s.ə.v sahabələri qarşılaşmamışdılar. Bugün həqiqətən də fitnə bir zamanıdır, fitnə dövrüdür, Allah qorusun. İnsan istədiyi harama rahat bir şəkildə, istədiyi harama heç kəsin görmədiyi bir şəkildə, rahat şəkildə çata bilir. Amma Peyğəmbər s.ə.v vaxtında belə bir şey yox idi. Qadın fitnəsi olsun, içki fitnəsi olsun, qumar fitnəsi olsun və həmçinin qeybət olsun. İnsan evdən, otaqdan çıxmayaraq əlindəki cihazla vallahi ki, hər günahı, hətta üzr istəyirəm, zinanı belə, qumarı belə evdə oturaraq, yəni ən böyük günahları belə evdə oturaraq rahat bir şəkildə əldə edə bilir. Yəni hətta iffətli qadına iftira yaxmaq olsun, onun haqqında müəyyən şəkillərin düzəldilməsi olsun, yəni subhanallah, qeybət olsun, yəni yetimin malı yeyilməsi olsun və yəni hər bir şey bugün subhanallah yüngül bir toxunuşla rahat bir şəkildə insan əldə edə bilir. Həm xeyri və Allah qorusun, həm də ki şəri. Ona görə iman əgər sabit olmasa, insan iman ibadət üzərində, itaat üzərində salamat olmasa, bu şeylərdən salamat qalması çətindir. Ona görə insanın bu duaya çox ehtiyacı var ki, Allahım sən qəlbimdəki imanı təzələ, sən mənə verdiyin bu imanı başqa bir imanla, daha qüvvətli imanla əvəz etdiyə insan bu duanı etməyə ehtiyacı var. Və həmçində imanın sabit qalması üçün səbəblərdən götürsək insanın Qur'ana yönəlməsi. Deməli, birincisi insanın xətanın özündə görüb tövbə etməsi və ikincisi dua edərək imanın təzələnməsini istəməsi, üçüncüsü Qur'an oxuması. Çünki Qur'an elə bir kitabdır ki, insanın qəlbini ölmüş bir qəlbi diriltir. Çatlamış, susuzluqdan paramparça olmuş bir torpaq üçün yağan bir yağışdır. Yəni Qur'an dəhşətdir. Yəni görə insan bacarıb Qur'an oxusun və Qur'anı bacardığı qədər tədəbbür etsin. Qur'an barəsində düşünsün, Qur'ana vaxt ayırsın və baxarsınız ki, Allahın izni ilə qəlbində nə qədər dəyişiklik olar. Və sonra Peyğəmbər s.ə.v həyatını və sələflərin həyatını oxusun və onların həyatında nə qədər əziyyətlər çəkdiyini və din üzərində sabit qalmaları üçün nə qədər çalışdıqlarının yəni həqiqətinə varar və bu da o insanın sabit qalması üçün, dində qalması üçün böyük səbəblərdən var. Çünki bugünkü gün baxırıq ki, insan namaza başlayır, evində bir balaca borc, xərc, balaca söz-söhbət, balaca mübahisə olan kimi ibadət tərk edir, mən bacarmıram, götürə bilmirəm. Yəni ağır gəlir. Yəni, subhanallah, insan Peyğəmbər s.ə.v-in həyatına, onun qohumlarının ona etdiyi əziyyətlərə və digər insanların, öz qohumlarının və həmçinin öz yaşadığı qəbilə əhlinin ona etdiklərinə insan oxuyarsa və bundan əvvəlki ümmətlərin hallarını barəsində elmi olarsa, baxar ki, insanların ona etdikləri, evdə çəkdiyi çətinliklər heç nədir. Yəni, onun ibadəti atması üçün, ibadətdən uzaq olması üçün bir səbəb deyil. Əslində, bu səbəblər insanı ibadətə daha çox, Rəbbinə daha çox bağlamalıdır. Amma bəzən baxırsınız ki, zəif insanlar bunlar səbəbilə ibadətdən, itaətdən, Rəbbinə olan yaxınlaşmadan uzaqlaşırlar. Allah qorusun. Buna görə bu səbəblərdən tutularsa insan, həqiqətən də onun üçün böyük səbəb olar. Və şübhə yoxdur ki, insanın ibadətləri tərk etməsi də və müəyyən xeyirlərdən uzaq olması da onun etdiyi günahlara görədir. Yəni, buna görə insan günahlardan uzaq durması üçün də Rəbbinə tövbə etməlidir, Rəbbindən bağışlanma diləməlidir. Və bir də sonuncu olaraq gətirək, çox uzatmayaq. Yəni, insanın
imanının zəifləməsinə səbəb olan amillərdən biri də insanın yoldaşlıq etdiyi insanlardır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kişi dostunun dinindədir. Sizlərdən biri kiminlə dostluq etdiyinə diqqət etsin, yəni ona nəzər yetirsin. Yəni və həmçində Allah da Quran-ı Kərimdə buyurur ki, onlar hər dəfə cəhənnəmə atıldıqca öz dostlarına qəzəblənərlər biməna olaraq. Yəni bu da mühüm məsələdir ki, insan seçdiyi dosta fikir verməlidir. Dost çünki onun üçün həm cənnətə gedən bir yoldaş və həmçinin də Allah qorusun cəhənnəmə gedən bir yoldaş ola bilər. O dost ki, sənə haqqı tövsiyə etmir. O dost ki, sənə ibadəti tövsiyə etmir. O dost ki, sənə xeyir məclislərini tövsiyə etmir. O dost ki, sənə Allahın əmr etdiyi geyimi, libası, hicabı əmr etmir. Və ondan uzaq olmaq lazım. Bilmək lazım ki, nə qədər dünya cəhətdən xeyri olsa da sənə bir faydası yoxdur, Allah qorusun. Əgər sənin dediklərinə tabi olursa, yəni sənin dediklərinə razı düşürsə və hidayətə gəlməsi üçün səbəb olursansa, nə gözəl, amma yox, sənin azmağına səbəb olursa, ondan uzaq olmağın daha xeyirlidir. Allahdan istəyirik ki, Allah Teala bizi din üzərində sabit etsin və xeyirli dostlar nəsib etsin və bizi elmləndirdikdən sonra cahil olmaqdan qorusun, əməl etdikdən sonra əməli tərk etməkdən qorusun və Rəbbimizdən istəyirik ki, bizə kamil iman nəsib etsin, qəlbimizdəki imanı gücləndirsin, kamil imanla əvəz etsin. Allahdan istəyirik ki, Allah Teala bizi Qur'an əhli etsin və Qur'anı bizim üçün şəfaatçi etsin, bizim əleyhimizə şəfaatçi olmaqdan, Qur'anın bizim əleyhimizə şəfaatçi olmasından Allaha sığınırıq və Allahdan istəyirik ki, Allah Teala bizə səmimi tövbə nəsib etsin və Allahdan istəyirik ki, özünə dua edən bir dil, bir qəlb və dua etdiyimiz zaman ağlayan bir göz və özünə təvəkkül sığınaraq əllərimizi özünə tərəf açan bir əl nəsib etsin. Çünki Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, فَإِذَا سَأَلَكَ عِبَادِ عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ. Əgər qullarım məni səndən soruşsalar, de ki, onlara yaxınam, dua edənin duasını qəbul edərəm. Allahdan istəyirik ki, Allah Teala bizə özünə həqiqi bir şəkildə dua edənlərdən etsin və səhvlərimizi başa düşərək, günahlarımızı etiraf edərək özünə tərəf geri dönənlərdən etsin. Əmin.